Salam, hər birinizi xoş gördük. 26 aprel tarixində dəyər yayınlarının keçirmiş olduğu sınaq 7-dən ingilis dili suallarına baxaq. 7-ci siniflər. Kanala abunə olmağı da yaddan çıxarmayın. Biz 56-dan başlayaq. Listening sualları hələ ki yoxdur. 56-da doğru cavab olacaqdır B variantı. 57-də doğru cavab olacaqdır C variantı. 58 C variantı, 59 A, 60-da deməli cavab to whisper. Yəni pıçıldamaq, aşağı səslə danışmaq anlamında whisper olacaqdır. 61-də deməli süb sobanın üzərində qaynamağa başladı deyərsən, boil A variantı. 62-də deməli reliable, etibarlı, honest, vicdanlı, dürüst, düz danışan mənaları var. Deməli, bizə sinonim lazımdırsa cavab B variantı. 63-də toz atmaq, stəyə baxmaq, saf və əziyyət çəkməkdir. Doğru cavab olacaq. Deməli, D variantı 1B olar. 2 C görək düz dedikmi? Aha. 3-də A olacaqdır. 64-də bizdən antonimi soruşur. Close, yaxın, far, uzaq. Cavab C variantı. 65-də əksər uşaq yəqin ki, burada do yazıb, amma təəssüf ki, cavab make olacaq. Make mistake. 66-cı sualda doğru cavab olacaqdır B variantı. Çünki burada deyir ki, biz növbəti həftə yeni mağazaya keçirik, yəni yer dəyişirik anlamında bir dənə B düz gəlir. 67 D variantı. 68 digər suallar olaraq first conditional və zero conditional bölməsidir. Cavab C variantı olar. Sun təkdə olduğu üçün shine'ın S olmalıdır. Panel cəmdədir deyə sonra power olar, S olmaz. 69-da A variantı. 69 deyib biz 70 yazdıq. 69 A variantı. Deməli 70-də isə C variantı olar. Çünki hi-də won't-un S olmalıdır. Sağ tərəfdə də will istifadə edirik və bu tip suallarda if-in yanında will istifadə etməliyik. Deməli, harada qaldıq? 71-də. 71-də cavab B variantı, has və will take olar. 72-də D variantı, add və produce olur. Çünki it-də S qəbul edir feil. 73-də B variantı, students cəmdə olduğu üçün should-un S olmaz. Bunları atanda və if-dən sonra da will olmur deyirik. Cavab B çıxır. 74-də deməli, if-dən sonra will olmaz. Bu da gedir. V-də repairs olmaz. Bu da gedir. Və sağ tərəfdə it generates olsaydı olardı bəlkə. Amma will-dən olur. Yəni cavab 74-də D variantı. 75-də isə cavab oldu A variantı. Belə, əziz şagirdlər, hal-hazırda listening əlimdə yoxdur. Hazır olan kimi videonun şərh bölməsinə yerləşdirəcəm. Gün ərzində oradan baxa bilərsiniz. Hər birinizə uğurlar.